Salam dostlar, mən bugün Zux Bus Simulator oynayıram və gördüyünüz kimi mən xəritəni qururam Bakı, Şəki və Şəmkir. Bu ilk videomdur ki, özüm danışıram və biletlərin yığılmasını gözləyirəm. Və nəsə suallarınız olsa yazarsınız kommentariyada. Və burada biletlər yığıldı, mən başladım. Və yüklənməsini gözləyirəm. Və soruşa bilərsiniz ki, video niyə belə gec-gec çıxır? Çünki abunələr azalır, mənə də bu video çəkməyə halım, həvəsim qalmır. Ona görə abunələr artdıqca mənim həvəsim də artır. Və mən başlayıram, gedirəm sərnişinləri yıxmağa və yavaş-yavaş çatıram və parkinq eləməyə çalışıram. Mənə də çox gözəl parkinq eləmək şeylərim var da. Və gedirəm və girdim divara. Oradan sonra girdim şüşəyə. Və ondan sonra təzədən daldala verib yenə saxlamağa parkinq eləməyə çalışıram. Və verdim və yenə ilişdim. Ondan sonra pulunu qaz verdim, çıxdım. Və yuxarıdan baxıram ki, necə vermişəm. Gördüyünüz kimi əyri vermişəm. Ona görə o yaşlı olana qədər mən verməliyəm. Yaşlı olanda da saxlamalıyam. Və indi qabağı qoşdum. Qabağa gedirəm və yaşıl olanda mən saxlamalıyam. Verdim qabağa, yaşıl oldu. Mən saxlamaq istəyirdim, gecikdim. Təzəm dala verirəm. Dala verdim. Yaşıl olmuşdu. Amma yenə sarı oldu. Vermişdim. Amma yenə əyri olur. Ona görə sarı göstərir. Qabağı verdim, yaşıl oldu, saxladım və mən yük yığılan yeri və qapıları açıram və hər şeyi indidən qoşuram ki, onlar heç nə istəməsinlər və radionuza da hər şeyi qoşuram ki, onlar məndən heç nə istəməsinlər və hamısı minir və mən çıxıram. Hamısını təsdiqləyirəm, sürətli zadı təsdiqləyirəm, daldala verirəm və buradan çıxıram. İndi kameranı düzəldirəm ki, rahat gedim. Kameranı özüm üçün düzəltdim. Və düzəldirəm kameranı, daldala verirəm. Daldala verirəm. Getdim, dəydim orada maşına. Sonra tez verirəm qırağa və gedirəm qabağa. Qabağa gedirəm və yavaş-yavaş çıxıram. Yavaş-yavaş çıxıram parkovkadan. Və orada qabağa gedirəm və buradan dönmək istəyirdim və dönəndə ilişdim. Ona görə evakuator çağırdım ki, məni oradan çıxartsın və evakuator gəldi, məni çıxartdı və mən təzədən buraya saldı evakuator. Mən gedirəm, oradan dönməyə çalışıram və zəhmət olmasa abunə olub like atmağı unutmayın. Mən getdim, döndüm və burada çöndərdim maşını. Daldala verdim. Daldala verirəm, yavaş-yavaş verdim və qabağa verirəm. Bu arada, əgər 3-cü bölümün çıxmasını istəyirsinizsə, şərhlərdə bunu yaza bilərsiniz. Oxuyacam hamısını və gözləyirəm sizdən şərhləri. Və çıxdım mən, başlayıram yola. Qabaqda bizdə uzun yollar var. Şəki və sonra Şəmkir. Və başlayırıq. Gedirik. Hər tərəfini göstərərəm avtobusumun. Və qəşəng avtobusdur. 175K-ya almışam. Yəni çox bahadır. Yəni 175.000 manata. Rahat gedir, 5 ulduzdur. Hər şey var, interneti, xaladenik, hər şey var. Rahatcana gedirəm və bir 10 saniyə zada dəmir yola çatırıq. 10 saniyə yox, 1 dəqiqə, 2 dəqiqə. Və gedirəm. Burada dönmək zordur deyə çöldən tuturam, amma sonra içəri salacam. Və mən dönürəm, başlayıram. Yolun yarısına çatma az qalıbdır. Əslində bu yol tezdir, prosta
Nədir o, mən yavaş sürürəm deyə, hələ sürəti sürmürəm deyə ona görə belə şey olur. Və qabaqda dəmir yolu görsənir. Gedirəm, dəmir yoluna keçmək istəyirəm, sürətlənirəm, amma çatmıram, ona görə indi qatar gələcək. Dəmir yolu bağlanır və mən saxlayıram, gözləyirəm qatarı. Qatar da gec gəlir, indi gəldi. Qatar indi gəldi, mən də yenə hər tərəfi göstərirəm avtobusun. Qatar yavaş-yavaş gedir, amma çox gec gedir. Burada da mənə deyirlər ki, verdiyimiz pula dəyər, çox rahatdır. Və mən başlayıram tezdən yola, dəmir yolunu keçirəm və başlayıram. Yolun yarısına çatmış kimi sayıla bilərik, çünki burada çox tez keçir yol. Və gedirəm tunel tərəfə və burada yenə like atıb abunə olmağı unutmayın. Bu videoda hər 3 dəqiqədən bir var, onun üçün hamısını sayıb şərhlərdə yaza bilərsiniz. Və gedirəm, dönürəm, tunelə çatıram və dönməyə çatıram. Burada heç kimə baxmadan sürürəm. Az qalsın ki, avtobusa girirdim, tez qırağa elədim və avariyadan döndüm. Və tunel qabaqdadır. Əslində demək olar ki, tunel deyil, prosta demək olar ki, körpünün altıda, yəni elə demək olar. Körpünün altına və mən girirəm, körpünün altındayam. Yəni demək olar ki, körpünün altındayam. Və girdim körpünün altına. Və videomuz indi yarısına çatır. Hələ qabaqda çox maraqlı anlar var. Və gedirik. Mən də bu qabaqdakı avtobusa görə çox sürətə yığanmıram. Gözləyirəm ki, o biraz iki tərəfli yola çıxsın. Mən də tez onu keçim. Və keçirəm qırağına. Və gedirəm tez abqon eləməyə. Mənə deyirlər ki, radionu aça bilərsiniz. Mən dedim əlbəttə. Ona görə də qoşdum. O da mənə sevindi. Və mənə də burada dilim dolaşmışdı. Və çatıram Şəkiyə. Siz hardan olduğunuzu şərhlərdə yaza bilərsiniz. Mən oxumaq maraqlı olacaq. Əgər istəsəz yazarsınız, mən suallarınıza cavab verdiyim bir videoda düzəldərəm. Və qabaqda bir dənə ən sevmədiyim yola çatırıq. Qabaqda bir dənə yer var, bilmirəm haradadır. Çox bir dənə sərt döngədir. Oradan dönəndə demək olar ki, həmişə ilişirəm. Qabaqda bir olacaq bir 12 dəqiqə, 2 dəqiqəyə da çatacaq ora. Və ora deyəsən çatıram. Yox, hələ qabaqdadır. Və sürəti mən burada çıxıram 95-ə, 96-ya, 97-yə qalxıram burada. Yəni burada videonun ən sürətli ana demək olar, ən sürətli burada getmişəm videoda. Amma qabaqda daha sürətli də bəzən gedə biləcəm. Demək, biz də demək olar ki, videonun yarısındayıq. Burada bir dənə yer var. Burada həmişə 120-dən sürətli gedəndə həmişə mən gedəndə yoxlamışam. Maşının altı dəyər və şəhərnişinlər deyir ki, sən niyə belə sürürsən? Və qıraqdan yenə abunə ilə like işarəsi çıxdı. Və mən gedirəm, qabaqda yemək yeri görürəm. Bilmirəm gedim, amma sonra fikir verdim ki, həm maşını da çəklidir, maşını da yararam. Ona görə ora verirəm və başlayıram, ora çıxıram. Və sərnişinlərə yemək verəcəm. Və qalxıram, ən sevmədiyim yer buradır. Sağ tərəfə əyilir, ondan sonra rəsqi sola əyilir ya da tərsinə olur bəzilərin yerlərində. Və qabaqda parkovka yeri var. Və mən burada saxlayıram və verirəm maşını. Bura məncə ən uzun yer olacaq. Burada maşını saxlamaq ən zor yerdir.
Çünki dala verəndə gedib ağaca dəyirsən, qabağa da çox verəndə gedib pilləkana girirsən ya da qabaqdakı ağaca dəyirsən. Və burada verməyə görə maşını mən demək olar ki, yarım saat demək olar ki, oyun vaxtı ilə demək olar ki, xərcləmişəm. Burada deyir ki, mükəmməl park edin. Mən də ki, çox mükəmməl eləyə bilirəm də, ona görə də çox qəşəng alınır. Və gah dala verirəm, gah qabağa verirəm, gah dala verirəm, gah qabağa verirəm. Və yenə də heç nə tuzlanmıram. Bu yerdə əsəbləşib deyirdim ki, mən gedim, ondan sonra ac qalsınlar, o sıra ac da deyirlər. Amma sonra dedim ki, maşını da yasayam, qoy burada verim bir tane yarım saata. Ondan sonra maşını da rahat yuyaram. Burada demək olar ki, alınmışdı, amma getdi pilləkandaydı. Ona görə təzədən dala verirəm. Dala verəndə çaşıb o pis tərəfə verəsiydim, amma düz yol seçdim. Döndüm və gedirəm qabağa və yenə alınmışdı ki, yenə alınmadı. Və təzədən dala verməyə məcbur oluram. Yəni deyirəm də ən uzun yer buradır. Burada nə qədər versəm də alındıramıram. Burada vermişdim, sevmişdim ki, alındı, amma yenə də alınmadı. Daha siz də yəqin bezmisiniz bunu elə bilməməkdən, çünki mən çox yaxşı parkinq eləyə bilənəm. Burada da deyə durur ki, mükəmməl park edin. Və mən də mükəmməl elədim və yemək vaxtı gəldi, qıraqda da burger işarəsi gəldi. Və burada deyir ki, xahiş edirik, fasilə zamanı gözləyin. Mən də yaxşı gözləyirəm. Siz hələ heç bir sərnişin almamışsınız. Bəs bunlar kimdir düşən? Nəsə. Yəqin səhvlik var. Nəsə, mən təzədən gözləyirəm ki, qaysınlar. Və gözləyirəm, hələ ki, gözləyirəm nə qədər vaxta qayıdacaqlar. Və, nə tez qayıtdılar, hə? Və abunə olub, like atmağı unutmayın. Və biz də nəhayət ki, buradan daha çıxa biləcək, yolumuza davam eləməyə gedirik. Mən qabaqda elə maşını yasayam, ona görə də şey eləyək. Nədə o? Qabaq gedəcəm, maşını çöldən göstərəcəm necə olur. İndi bu ağappaq maşındır da, çiklənir də arada tozdan. Avtobus o qədər toz verir ki, pısıldaya. Yəni, bütün maşın bir sürüşə bütün pis içinə düşür də. Mən də buradan keçən bilirəm, çox balaca gəlir mənə. Və dala verirəm, qabağa verirəm. Yolumu da demək olar ki, görmürəm. Və verdim oradan. Və gedirəm, burada da yaxşı saxlamalıyam, amma çox yaxşı ki, mən burada birincidən saxlaya bildim. Getdim qabağa və birincidən saxlaya bildim. Afərin mənə. Və burada maşın yuyulur. Və yuxarıda mənim kampaniyamın adı Muaz, yəni muz mənasından götürmüşəm. Və burada maşın yuyulur. Və birinci bir dəfə keçdi, heç nə dəyişmədi, amma ikinci dəfə ucu maşın ağappaq. Pəncərələri elə bil heç pəncərə belə yoxdur. Yəni tərtəmiz olur da maşın, gül kimi. Buna baxın bir dənə. Rəngini istəyirəm dəyişim, əgər istəsəz sizlə bir yerdə göstərərəm. Hansı rəng eləyək. Və mən nəhayət ki, bu yerdən çıxa bilirəm və yola davam eləyəcəm. Qabaqda bizim hələ çox macəralarımız var, ona görə buradan ayrılmayın. Videonun yarısına demək olar ki, çatmışıq, yarısından biraz qabaqdayıq. Və buradan çıxdıq, mən polnu qaza basıram və buradan gedirik. Qabaqda hələ var, buradan görəmirəm neçə kilometrdir, çox xırdadır. Amma deyəsən 123 kilometr var. Çox az qaldı. Və burada ən sevmədiyim də, yəni ən pis yol buradır. Bir tərəfli yoldur. Ona görə ikinci aynanı da açıram. Qıraqdan baxın, indi ikinci ayna çıxacaq. Buradan verməyə görə maşına əməlli əziyyət çəkməliyəm. Çünki maşınım böyükdür, biraz yerə də dəysəm zərər olacaq. Mənə pulumdan çıxılacaq. İkinci düzgünü açıram və hər səkiyə dəyməyə məcburuq. Birinci dəfədir. Amma yenə də hamısı 100 üstə gəldi. Hamısı sevinclidir, çünki mən çox yaxşı şirkətəm. Və mən buranı heç sevmirəm. Çünki ən qısa yoldur,
ən incə yoldur. Bura demək olar ki, bir dənə səhv elədin, ucu qəzadan protiv çıxmısan və polis səndən 250 manat götürür. Və biz bu yolu qurtarırıq. Bir zərər oldu, 2% zərər oldu və biz az qaldı və çıxdıq biz oradan nəhayət. Və biz keçdik buraya 3 tərəfli yola. Ən yaxşı yol buradır. Düzdür və burada istədiyin sürətə qədər çıxa bilirsən. Mənim avtobusun 576 ya da 503 at güdüdür. Amma çox böyük olduğuna görə, çox ağır olduğuna görə yenə də yavaş gedir. Və mən burada gördüyünüz kimi çox yaxşı sürürəm, amma hərəkət yaxşı gedir də. Bilmirəm qabaqda nətər olacaq. Və bura əyləş ürdəşdir. Yəni əyri də. Mən də çox yaxşı söz deyə bilirəm də. Və biz gedirik. 81 ya da 79 kilometrimiz qaldı. Mən buradan görəmirəm, çünki ekranda balaca görsənir. Və gedirəm. Uzun yolları keçirəm. Və yoruluram. Telefon da qızır. Amma yenə də yola davam. Qabaqda maşına siqnal verirəm, çünki mən qırağa çıxsam, gəlib o bir tərəfə dəyə bilərəm. O da çox sağ olsun. Sürücü çox sağ ol ki, qırağa verdin. Qabaqdakına da siqnal verdim. Və o da böyrə çəkildi. Çox sağ ol, sən də mənə yol verdin. Çox sağ olun. Mən tez qabağa gedirəm ki, onları o tərəfdə çox saxlamayım. Və çox az qaldı mən dediyim yerə. Ora ən pis yerdir. Və mənə gəlib yoluma çıxır, ona görə mən ona dəyirəm. Burada da yazılar ki, mənə qusturmağa çalışırsan. Mən də əsəbləşirəm. Və dalda maşın mənə dəyəndə mən əsəbləşdim. Çünki o mənim yoluma çıxdı. Amma mən əslində asta sürməliydim, sürətli gedirdim. Ona görə bağışlamaq olar. Çünki ancaq mənə zərər yazılmadı. Çünki ona da yazıldı. Ona görə çox əsəbi deyiləm. Və qabaqda buradan ən pis yola çatdıq. Və bura oyunda ən pis yol. Və bura çatdıq. Əgər istəsəz başqa oyunları da seçə bilərəm. Mənə məsləhətlər verin. Əgər hansı mənə uyğun gəlsə, telefonum silə çox qızdırmasa, mən o oyunu seçib sizə çəkəcəm. Amma zəhmət olmasa ilə çox ağır oyunlar deməyin də. Və mən yavaş-yavaş buradan qalxıram. Çalışıram ki, heç yerə dəyməyim. Və bu mənə ilk yaxşı buradan döndüyüm an olur. Və yavaş-yavaş əməkliyə biz yolun sonuna çatırıq. Və mən də sevinirdim ki, heç yerə dəymədim. Mən də çox sevincli olmuşam ki, heç yerə dəymədim. Zərər yazılmadı. Olsa da 1000-dən yerə dəymişəm. Yazıq avtobus ucu partlayacaq. Və mən də buradan tez sürət yığıram. Gəlib sərnişinləri düşürməyə tələsirəm. 41 kilometr qaldı, amma demək olar ki, 2 dəqiqə saat çəkəcək. Mən tez sürətlənirəm və avtobusdan var sürətini yığıram. Və gedirəm qabağa. Az qaldı və qabaqda bir dənə döngə var. Mən də heç fikir vermədən daha da sürətlənirəm. Uca 79-a 80-ə zada çıxıram. Və burada biraz saxlayıram maşını, amma yenə də pulunu qaz verdim. Və gedib uca qırağa dəyəsiydim. Avtobus aşasıydı, amma tez rolu düzəltdim, o görə aşmadı. Və burada rolu titlədirəm. Əslində olmaz eləmək, amma mən oyundan deyələyirəm. Və uca çatırıq. Nəhayət. Çox az qaldı. 41 kilometr amma çox tez keçdi. Və uca birinci döngə yox, ikinci döngədən dönürəm. Və mən çatıram. Və buradan sonra Şəmkirə gedəsik. Orada da çox maraqlı yerlər olacaq. Və mən buradan döndərirəm. Və çatıram. Və burada da saxlamağa görə qorxurdum ki, çox vaxt olacaq. Elə qorxduğum da məncə başıma gələcək. Çünki mən bu videonu çəkdim, sonra hindi səsləndirəm.
Ona görə dəqiq bilmirəm nə qarmışdı, amma birincidən alınır. Afərin mənə. Uca elə bil yavaş-yavaş öyrənirəm. Birazdan məncə çox tez eləyə biləcəm. Və burada tez atlaya basıram. Hamısı tez-tez çıxır. Hamısı qaçır. Amma orada yazmışdı ki, heç bir sərnişin götürməmişsiniz, amma sərnişinlər var. Buradan Şəkidəyik uca. Şəkiyə amma tez çatdıq ha. Amma hələ çox tez deyil. Uca 20 dəqiqə keçibdi və biz Şəmkir tərəfə gedirik. Mənə də benzinim yaxşı içir, az içir. Amma hələ çox içmir o birisi avtobuslar kimi. Mənim Temza M9-um var idi. Bir də Mercedes-im var idi. Onlar yaxşı idi. Prosta çox ulduz deyil idi deyə demirdilər ki, bu nə yaxşı avtobusdur, bu verdiyimiz pula dəyər, ona görə demirdilər. Amma istəsiniz onlar da çəkiblər, amma mənə heç bir fərqi yoxdur. Əgər siz deyin, bir də abunə yığın. Mənə başqa heç nə lazım deyil. Və mən çıxıram. Gedirəm Şəmkir tərəf. Əslində Şəki çox yaxşı yerdir. Amma burada Şəkiyə belə oxşamır. Şəkinin şığısı belə yoxdur. Buna baxın, elə bil Bakıdır. Heç bir fərq yoxdur. Əslində mən 100 qızıl yığanda başqa yer almaq istəyirdim. Prosta mən Şəkiyə icada getmişəm, mənə çox maraqlı gəldi. O Xan sarayı, ona görə mənə çox maraqlı gəldi deyə mən Şəkini seçdim. Gördüyünüz kimi, nə Xan sarayı, nə heç nə yoxdur. Və mən yenə çatıram ən pis döngəyə. Və video qurtarır. Amma hələ qabaqda 7 dəqiqəmiz var. Əgər videonun burasına qədər çatmışsınızsa, like qoyun. Və mən çatıram düz yola. Və sevmişdim ki, yaxşı da döngə yoxdur. Amma qabaqda gördüm ki, döngədən düşməliyik. Mən yenə sürətlə yığıram. Dedim ki, sürətlə gedim. Bəlkə tez-tez versəm, onda heç nə olmaz. Amma mən nə qaram ki? Niyə sürətlə gedirəm? Və rollayırdım. Sağ tez-tez qırağa eləyirdim. Sol tərəfə tez-tez verirəm. Və sevinirdim ki, heç yerə dəymədim. Afərin mənə. Və bu anda getdim, dəydim. Və yazırlar ki, mən ölmək üçün çox gəncəm. Amma hələ demək olar ki, sizi birinci dəfə vururam. Sizə əvvəlkilə 2 dəfə vurmuşdum. Və Şəmkir amma daha yaxındır. Bakıdan nə bilim Şəkiyə göstərdi 450 kilometr. İndi Şəmkirə göstərir 100 kilometr göstərdi və 84-dür. Burama çatmaq tezdir. Mən də elə belə benzin vururam. Qorxuram birdən gələn dəfə səfər zat eləyəndə benzinim qutarar. Və verirəm benzin yerinə. Və indi pula baxaq görün nə qədər benzin istəyəcək. 41% benzinim var idi. Demək, sizin şirkətiniz xidməti vasitəsilə göndərdi, yanacaq tankınız doldurulacaq. Mən ödəmədim. Mənim şirkətim ödədi. Amma şirkət çox yaxşıdır. Mənə maaşlar verir. İndi 60 qan var. Başqa avtobus istəsəz ala bilərəm. Bir dəfə eləsi video çəkərik başqa avtobuslar almağa və pul yığmağa. Və mən yola təzədən davam edirəm. 100% benzin də var. Avtobusdan nəyi var sıxmağa çalışacağam. Mən gedirəm, qalxıram, düşürəm və hər cürə yolla qarşılaşıram. Mən Gürcüstan, bir də Əfqanistan deyəsən almışdım. Orada şirkətim var, amma oradan bura səyahət eləyəmirəm. Çünki orada almışam bir yer. Amma orada şirkət düzəltməmişəm. Əgər düzəltsəm, sizlə ya Gürcüstandan ya da Əfqanistandan Azərbaycana səyahət videosu düzəldə bilərəm. Amma 100 qızıl yığandan sonra mən hələ ki 4 ya da 3 qızılım var idi. Və mən çatıram, çox az qaldı. Yəni oyun vaxtına az qaldı. Amma əslində əsl maşına gəlsəydi elə çox idi yol. Və çox sağ olun ki, o videoda 5 like tez yığdınız. Mən çox sevindim. Çox sağ olun ki, o videoda 5 like tez yığdınız. Və burada da mənə bir avtobus yoluma çıxasıydı.
Mən tez onun avariyası ilə birləşməkdən qaçdım və qabaqda yenə eyni döngədən bir dənə də var. Və yenə dəyə-dəyə, vura-vura maşını qalxacağıq. Və burada mən dönürəm və az qalsın gedib dəyirdim o tinə. Və qalxıram mən, qalxıram. Sağ sol, tez qırağa o tərəfə bu tərəfə eləyirəm. Sürət də demək olar ki, olur. Və burada yazır ki, mənə offroad sahəsində olduğumuzu bilmirdim. Ona görə də mən əsəbləşirəm, çünki bura offroad zad deyil. Avtobus əslində çox rahatdır. Burada subscribe sözünü çox bölürəm. Çünki orada yenə offroad şeyində yazdı. Orada anladım yazdı. Mən dedim ki, mən offroad sahəsində olduğumuzu bilmirdim. Mən də deyirəm offroad yolundayıq. Ona görə orada anladım yazdı. Və satırıq. Burada yenə mənə eyni sual verdi ki, mən sizin üçün kəndinizdə işləyə bilərəm. Orada cavablar ikisi pis idi. Ona görə mən şeylə bağlaşdım. Amma videonu paylaşa bilərsiniz zəhmət olmasa. Və maraqlı adamlarla eləyə bilərsiniz. Və burada yazır ki, mən sizin şirkətinizlə səyahəti sevirəm. Mən də səni başqa yerlərə aparmağı sevirəm. Çox sağ ol ki, mənə belə xoş sözlər deyirsən. Və mən çatıram. Qaldı 18 ya da 14 kilometr qaldı. 2 dəqiqəmiz qaldı çatmağa. Videonun sonuna çatırıq. Və burada qabağıma bir dənə avtobus çıxır. Və o da riski üstümə dönürdü. Mən də qırağa getdim. Və buradan avtobusu abqon edirəm. 106 ilə gedirəm. Və mən dönəsiyəm. Tormuzu verirəm. Tez verirəm qırağa. Və biz Şəmkirdəyik. O birisi tərəfə də verdim. Və biz Şəmkirdəyik. Və o birisi tərəfə də verirəm. Parking eləmək vaxtı gəldi. Görək bu dəfə nə qədər vaxt eləyəcəm. Əgər burada da çox tez eləyə bilsən, demək mən daha parking öyrənmişəm. Və verirəm, astaca verirəm ki, birinci dəfədən alınsın. Amma alınmadı, gərək dala verim. Və dala verdim, yaşlı oldu, mən saxladım. Kaş ki, avtobuslar nə qədər sürətli, rahat olardı. Çox sağ ol. Sən də mən xoş sözlər deyirsən. Demək 2.3K var idi. Biz 2016 2K16 idi. Bizə çox yaxşı dedi. Çox sağ ol. Allah 5 ulduz veribdi bizə. Like atın və like. Və burada mənə deyir ki, təzə avtobus al. Və burada mənə 5040 verir. Çünki mən 2x bonusa basmışdım. Və səyahətimiz demək olar ki, qurtarırdı, amma mən qayıtdım və qarajdayam. Burada qıraqda avtobus sözünün üstündə bir nöqtəsi var idi. Mən ona bastım və bizə 10 qızıl verdi. 10 dənə qızılımız var. Və indi baxaq ki, neçə qızılımız var idi. Bizim 13 qızılımız və 70K var. Və video qurtarır. Like atıb, videonu paylaşıb, abunə olmağı unutmayın. Sağ olun. Görüşərik.